Salam əziz uşaqlar. Bugün biz çox maraqlı bir mövzu haqqında danışacağıq. Mövzumuzun adı ahəng qanunudur. Mənə diqqətli qulaq asın, çünki ahəng qanunu mövzusu bizə düzgün yazılışı və düzgün danışmağı öyrədir. Belə bir sual verim sizə. Sizcə sözlərdə səslər də dost ola bilirmi? Məncə olur, bəli olur. Biz bunu ahəng qanunu vasitəsilə indi biləsirik ki, sözlərdə necə dost olur səslər. Gəlin baxaq, ahəng qanunu nədir? İlk öncə sizə tərifini deyim. Ahəng qanunu nəyə deyilir? Sözlərdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Biz bilirik, qalın saitlər hansılardır, incə saitlər hansılardır. Gəlin yadımıza salaq. Qalın saitlər A, I, O və U-dur. İncə saitlər hansılardır? E, Ə, İ, Ö, Ü'dür. Düzdür? İndi mən tərifdə dedim. Qalın və ya incə saitlərin bir-birini izləməsi. Siz mənə deyə bilərsiniz ki, qalın və ya incə saitlərin bir-birini izləməsi nə deməkdir? O deməkdir ki, mən bunu sizə nümunə üzərində izah edəsiyəm. Məsələn, götürürəm bir söz, jurnal sözü. İndi diqqətlə baxıram. Jurnal sözündə hansı saitlər var? U və A saiti. Bir var bizim, dedim ki, sizə sözlərdə səslər dost ola bilərmi? Bəli, ola bilər. Bir var bizim qalın saitlərdən ibarət dost qrupumuz, bir də var incə saitlərdən ibarət dost qrupumuz. İndi baxaq. Jurnal sözündə hansı saitlər var? U saiti və A saiti. U və A hansı saitlərdir? Qalın yoxsa incə? Qalın saitlərdir, düzdürmü? Yəni, U və A qalın dost qrupuna aiddir. Deməli, ahəng qanunda nə dedik? Tərifində yenə yada salırıq. Qalın və ya incə saitlərin bir-birini izləməsi. U və A ikisi də qalın sait olduğundan bu söz ahəng qanununa tabedir. Və ya o deməkdir ki, bir sözün içərisində yalnız və yalnız ya qalın saitlər olmalıdır, yəni qalın dost qrupu və yaxud yalnız və yalnız incə saitlər olmalıdır, yəni incə dost qrupu olmalıdır. Jurnal sözündə də U və A hər ikisi qalın dost qrupuna, yəni qalın saitlərə aid olduğundan jurnal sözü ahəng qanununa tabedir. İndi gəlin baxaq incə saitlərlə olan sözə. Məsələn, yazıram qələm sözü. Qələm sözündə hansı sait var? Ə saiti var. Düzdür? 2 dənə Ə saiti var. İndi baxıram, Ə saiti hansı dost qrupuna aiddir? İncə dost qrupuna aiddir. Düzdürmü? Deməli, Ə saiti incə sait olduğundan bir-birini izləyir. 2 Ə bir-birini izləyir və incə dost qrupuna aiddir. Biz də yenə tərifi yada salıram. Dedim ki, qalın və ya incə saitlərin bir-birini izləməsi. Və ya sözüdə nədir dedik? Dedik ki, o deməkdir ki, sözdə yalnız və yalnız ya incə saitlər olmalıdır, ya qalın saitlər olmalıdır ki, ahəng qanununa tabe olsun. Qələm sözündə də yalnız incə saitlər, yalnız incə dostlar bir-biri ilə olduğundan qələm sözü ahəng qanununa tabedir. Bəs yaxşı, ahəng qanununa tabe olmayan sözlər də var? Bəli, var. Məsələn, götürürəm kitab sözü. Kitab sözündə hansı saitlər var? A və İ. A hansı dost qrupuna aiddir? Qalın dost qrupuna. İ hansı dost qrupuna aiddir? İncə dost qrupuna. Yəni, həm incə saitlər var, həm qalın saitlər var. Biz də dedik ki, sözdə yalnız və yalnız ya qalın saitlər olmalıdır, ya incə saitlər olmalıdır ki, ahəng qanununa tabe olsun. Kitab sözündə isə həm qalın saitlər var, həm incə saitlər var. Yəni, həm qalın dost qrupu var, həm incə dost qrupu var. Onda kitab sözü ahəng qanununa tabe deyil. Başa düşüldü? Məncə başa düşdük. İndi sizə bir neçə nümunə də verəsiyəm. Siz videonu saxlayıb nümunəni düşünə bilərsiniz. Ondan sonra videoyu başladıb baxa bilərsiniz ki, düzgün cavab verdiniz, yoxsa səhv cavab verdiniz. Bir dəqiqə, mən bunu silim. İndi sizə nümunələr üzərində bir-iki izah da verəsiyəm. Məsələn, zürafə. Gəlin zürafə sözünü yazaq.
Baxın yazıram. Zürafə. Zürafə sözündə hansı saitlər var? Gəlin diqqətli baxaq. Ü, A, Ə. A hansı dost qrupuna aiddir? Qalın dost qrupuna, yəni qalın saitlərə. Ü ilə Ə isə incə dost qrupuna aiddir. Düzdürmü? Bəli. Deməli, burada yalnız və yalnız qalın və yaxud yalnız və yalnız incə saitlər yoxdur. Burada həm qalın saitlər, həm incə saitlər var. Yəni, həm qalın dost qrupu var, həm incə dost qrupu var. Onda zürafə sözü ahəng qanununa tabe deyil. Deməli, zürafə sözündə həm incə, həm qalın sait olduğundan zürafə ahəng qanununa tabe deyil. Növbəti sözümüzə baxaq. Bir dəqiqə. Məsələn, inək. İndi götürürəm inək. Qoyun yazım. İnək. İnək sözündə hansı saitlər var? Ə və İ saiti var. Düzdürmü? Baxırıq. İ və Ə hansı dost qrupuna aiddir? İncə dost qrupuna aiddir. Təbriklər, sən bunu düz bildin. Afərin sənə. Yəni, İ və Ə hər ikisi incə sait olduğundan bir-birini izləyir. İ ilə Ə bir-birini izləyir. Deməli, sözün içərisində yalnız və yalnız incə sait var. Onda inək sözü ahəng qanununa tabedir. Yəni, inək sözün içərisində yalnız və yalnız incə saitlər var. Onda inək ahəng qanununa tabe sözdür. Gəlin indi başqa birinə baxaq. Məsələn, lama. Üzr istəyirəm. Məsələn, lama. İndi gəlin yazaq. Lama. Lama. Lamada hansı saitlər var? Gəlin diqqətli baxaq. A saiti. Hansına aiddir? Qalın dost qrupuna aiddir. Düzdürmü? Bəli, sən də bunu düz bildin. Afərin. Lama qalın dost qrupuna aiddir. Deməli, lama sözünün içərisində yalnız və yalnız hansı saitlər var? Qalın saitlər var. Onda lama sözü ahəng qanununa tabedir. Lamanın içərisində, yenə deyirəm, yalnız və yalnız qalın saitlər olduğundan ahəng qanununa tabedir. Bir dənəsinə də baxaq. Məsələn, olsun Becamont. İndi yazıram. Becamont. Hansı saitlər var? Gəlin baxaq. O, A, E. E incə dost qrupuna aiddir. A ilə O isə qalın dost qrupuna aiddir. Yəni A, O qalın saitlər, E isə incə saitlərdir. Deməli, bu sözdə həm qalın, həm incə saitlər var. Həm qalın dost qrupu, həm incə dost qrupu var. Deməli, onda Becamon ahəng qanununa tabe deyil. Çünki biz nə demişdik? Demişdik ki, yalnız və yalnız və yaxud qalın olmalıdır və yaxud incə saitlər olmalıdır. Qalın dost qrupu və incə dost qrupu birlikdə olarsa, ahəng qanununa tabe olmaz həmin söz. Becamotda da hər ikisi olduğundan ahəng qanununa tabe deyil. İndi uşaqlar, sizə mən evə bir-iki söz verəcəm. Siz onlara baxırsınız evdə. İstəsəz dəftərinizdə yazın, istəsəz şifahi olaraq siz incə və qalın saitlərə baxın və bilin ki, ahəng qanununa tabedir, yoxsa yox. Məsələn, kərgədan yaza bilərsiniz, aslan yaza bilərsiniz, sonra zebra yaza bilərsiniz. Bunları yazıb siz baxa bilərsiniz. Mənimlə də əlaqə saxlamaq üçün ulduz, altdan 2 xət akademi səhifəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm YouTube kanalım, həm Telegram kanalım, həm də Instagram kanalım eyni adla gedir. Ulduz, 2 altdan xət akademi. Mənimlə yorumlarda əlaqə saxlaya bilərsiniz. Instagramda direktə əlaqə saxlaya bilərsiniz. Nə sualınız olarsa YouTube kanalında şərhlər bölməsində, Instagramda şərhlər bölməsində və yaxud direktə əlaqə saxlaya bilərsiniz. Telegram kanalımda da əlaqə saxlaya bilərsiniz. Mənim dərslərimə də qoşula bilərsiniz. Bugünlük dərslərim bu qədər. Gələn dərslərdə görüşənədək. Sağ olun.